Hörmətli izləyicilərimiz, sizə bugün 9-cu sinif 2025-ci il DİM toplusundan bir sualın izahını vermək istəyirəm. Sayı aiddir bu sual. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Görürük ki, burada iki xana verilib. Yalnız miqdar sayı işlənmişdir. Həm miqdar, həm də sıra sayı işlənmişdir. Adam 1000 acını udar, bir şirini xətrinə. Baxın, burada 1000 miqdar sayı, müəyyən miqdar sayı, 1 müəyyən miqdar sayı. Bunu götürürük. Və sıra sayı da yoxdur. İstəyirsən, səninlə dost olun, çox ye. Burada çox sözü sayı yox, zərfdir. Qocanın üzü birdən-birə sevinclə parladı. Birdən-birə də yenə zərfdir. Bu ikisində yoxdur. Burada yalnız bir, həm miqdar, həm də sıra sayı işlənmişdir. Görünüşündən ona 50 yaş vermək olardı. Burada miqdar sayı var, amma sıra sayı yoxdur. 5. Bir qədər su içəndən sonra ikinci kitabı da oxumaq üçün rəfdən götürdü. Burada bir qədər su, bir qədər qeyri-müəyyən miqdar sayı, yəni miqdar sayıdır. İkinci isə sıra sayıdır. Bunu da götürürük. Cavabımız oldu nə? 1, 5 D bəndi.